Çıxış yolu nədir? Çıxış yolu odur ki, hər kəs imamı və onun dəvətini gərək özü araşdırıb tanısın. Hansısa alimin bu məsələdəki sözünü dinləməsin, ağız güdməsin. Əgər İmam Mehdi əleyhissalamın dəvətini çatdırdığını iddia edən şəxsi görsəz, onun çağırdığı məsələni eşitsəz, hər kəs getsin dəlillərinə baxsın, dəlillərini araşdırsın, möcüzələrinə baxsın və ya dəvət etdiyi şeyə baxsın. Əgər dəlilləri tutarlıdırsa, hədislərə uyğundursa, qəbul eləsin, itaət eləsin. Hər kəs fərdi olaraq araşdırıb imamı, dəvətini və imamın özünü tanımalıdır. Bütün alimlər deyir ki, əqidəvi məsələdə təqlid olmaz. Şəri məsələlər ilə işim yoxdur, amma əqidəvi məsələlərdə təqlid olmaz. Və bu məsələ məlum məsələdir. Yəni, təvhiddə, nübüvvətdə, imamətdə və sair məsələlərdə filan alim, filan şəxsin yalançı və ya doğruçu olması haqqında belə dedi deyərək onun ardıcı gedib ona təqlid etmək olmaz. Çünki əqidəvi məsələdə təqlid yoxdur. Bunu hamı bilir, hamı bəyan edir. Ona görə də İmam Mehdi əleyhissalamı, onun dəvətini çatdırdığını deyən şəxsi hansısa alimin sözü ilə tanımaq mümkün deyil. Əqidəvi məsələ bəsirət məsələsidir. Hər kəs fərdi olaraq bunu tanımalı və buna iman bəsləməlidir. Məhz buna görə də bu imtahandan uzaq çıxmayanlara çoxluğuna görə imamın ordusunun sayı az olacaq.